Salam hörmətli izləyicilər. Bugün biz TQDK-nın, yəni indiki Dövlət İmtahan Mərkəzinin Abituriyent 1 jurnalında çıxmış model sualların, yəni 3-cü, 4-cü qruplar üçün hazırlanmış model sualların ardına baxacağıq. Biz 6 sualın izahını vermişdik. İndi isə 7-ci sualdan başlayacağıq ardını izah verməyə. İlk sualımız verilmiş bərabərsizlikdir. Bu bərabərsizliyin tam həllərinin cəmini tapın deyir. Bərabərsizlik iki şəkildə və daha çox formada ola bilsince həll etmək olar. Ancaq mən bir həll deyəcəm ki, o burada yoxdur. Sadəcə şifahi məlumat verəcəm. Sonra isə burada verilmiş həllin izahına baxacağıq. İlk öncə dediyim həll odur ki, x çıxı 3-ün mörtəzə kvadratı biz bilirik ki, həmişə müsbət qiymət alır və 0 ala bilir. 0 aldığı halda bilirik ki, şərtlər daxilində kiçik bərabər 0 olduğundan şərti ödəyəcək. Müsbət ədədlər aldığı halda da digər ifadələrin şərtlərinə biz baxmalıyıq. Belə deyək. Deməli, bu hissə x bərabərdir 3 olduqda doğrudur və yerdə qalan müsbət qiymətlər alır. Onda bu mörtəzə müsbət qiymətlər alırsa, digər bərabərsizliyə nəzərən biz həll apara bilərik. Yəni, x plus 5 bölü x minus 8 yazaraq, yəni x plus 5 bölü x minus 8 2 bərabərdir 0. Yəni, bu həmişə müsbət qiymət aldığından onu nəzərə almaya da bilərik. Sadəcə x-in 3 qiymətində 0 alır və bu şərti ödəyir. Onu diqqətimizdə saxlamalıyıq. O zaman x -5 və 8 alacaq və intervala salsaq, görəcək ki, burada -5 və 8 aralığı -5 daxil və 8 məxrəcdə yerləşdiyi üçün daxil olmayacaq. -5-8 aralığı bu bərabərsizliyin həllər çoxluğudur və -5-8 aralığına bilirik ki, x-in 3 qiyməti də daxildir. Ona görə də cavab olaraq -5-8 aralığı götürə bilərik. Ancaq biz aşağıda ümumi qayda olaraq bərabərsizliyin həll sistemi aparmışıq. Baxaq, biz bilirik ki, bu tip bərabərsizliklərdə hər birinə 0-a bərabər edib köklərini müəyyən edirik. Yəni, x-in ala biləcəyi qiymətləri müəyyən edirik və məxrəci də 0-dan fərqli götürərək qeyd edirik. Deməli, burada x çıxı 3 bərabərdir 0, buradan x1 bərabərdir 3 olar. X plus 5 bərabərdir 0, buradan x2 bərabərdir -5 olar. X çıx 8 fərqlidir 0, buradan x3 üçün də deyək, fərqlidir 8 olar. Fərqlidir 8, yəni məxrəc 0 ala bilməz. Bərabərsizlikdə, deməli, çift bərabər 0 olmasından asılı olmayaraq, surətlər, deməli, surətin aldığı 3 və -5 daxil olacaq, yəni qaralanacaq. -5 və 3 qaralanacaq. 8 isə məxrəcdə yerləşdiyindən, yəni 8 qiymətlə məxrəc 0-a getdiyi üçün daxil olmayacaq. Bəli, biz ədəd oxunda bu qiymətləri qeyd edirik. -5, 3 və 8. Dediyimiz şəkildə -5 və 3-ü qaralayırıq, 8 isə içərisi boş qalır. Və intervallar üsulunu tətbiq edirik. Sonra isə biz bilirik ki, intervallar üsulunda biz həmin aralıqda müəyyən bir qiymət verərək işarə müəyyən edirik. Ən asan rəqəmlər adətən 0, 10, -10 olur. Burada da 8-dən böyük asan rəqəm, yuvarlaq rəqəm 10-dur. 9-da bölə bilərik, 10-da bölə bilərik, 11-də bölə bilərik və yaxud 3 ilə 8 arasında 4-5 ixtiyar bir rəqəm verə bilərik. Sadəcə rahat rəqəm olaraq 10 götürək. 10 çıx 3 müsbət edəcək, kvadratda müsbətdir. 10 plus 5 müsbət edəcək, 10 çıx 8 müsbət edəcək. Deməli, hər biri müsbət olduğundan müsbətləri də bir-birinə vurub böldükdə müsbət edəcək. Deməli, bu hissə müsbətdir. Sonra biz bilirik ki, intervallar üsulunda işarənin bir müsbətdirsə, digəri mənfi, müsbət, mənfi, müsbət gedir. Amma istisna hal var. İstisna hal nədir? Verilmiş bu tip bərabərsizliklərdə əgər hasildən ibarət bir neçə ifadələr verilibsə, o mörtəzənin qüvvəti cüt ədəd olarsa və yaxud da x-in üstü 4, x-in üstü 8 olarsa, yəni verilmiş ifadənin dərəcəsi cüt olarsa, onda həmin ifadənin aldığı, x-in aldığı qiymətin hər iki ətrafında işarələr eyni olacaq. Ona diqqət etməyimiz lazımdır. Və burada da x çıx 3-ün kvadratı var, yəni cüt ədəddir. Ona görə də 3-ün aldığı, yəni 3-ün ətrafındakı işarələr eyni olmalıdır. Deməli, təzədən biz başa qaydırıq. 10 verəndə, deməli, bu isə müsbətdir. 8, yəni 8-in dərəcəsi təhdir, yəni x çıx 8-dir, yəni cüt deyil. Deməli, fərqli işarələr olmalıdır, onun ətrafı. Deməli, birinci sağ tərəfdən başladıq. Müsbət, digəri mənfi olmalıdır. Yəni 8-in digər ətrafı mənfi olmalıdır. İndi isə 3 gəlir. 3-ün dərəcəsi cüt olduğundan
Digər tərəfdə mənfi olacaq. Yəni hər iki üz eyni işarə olmalıdır. Sonra -5 gəlir. -5-in dərəcəsi tək olduğundan, yəni özü olduğundan sağ tərəf mənfidirsə, sol tərəfdə müsbət olmalıdır. Deməli, yenə diqqət edirik. 3-ün dərəcəsi cüt olduğundan onun hər bir tərəfinin işarəsi eyni olmalıdır. Digər tərəfdən əgər istəsək, bu aralıqda 3 ilə 8 arasında bir qiymət verib dəqiqləşdirə bilərik işarəni. -5 ilə 3 arasında bir qiymət verə bilərik və -5-dən hər hansı bir qiymət verib işarəni müəyyən edə bilərik ki, və buna da ehtiyac yoxdur. Qayda belədir. Müsbət, mənfi, müsbət, mənfi bu şəkildə dəyişər və əgər dərəcə cüt olan bir ifadə varsa, onun aldığı qiymətin hər iki ətrafında işarələr eyni olacaq. Ona diqqət edəcək. Bu qədər yetərli olur. Deməli, onda belə çıxır ki, burada bərabərsizlik kiçik bərabər 0 olduğundan cavab olaraq intervalda mənfi aralıqları götürməliyik. Onda x-ə daxildir. -5, 3, hər ikisi daxildir. Birləşir 3, 8. Bu da, yəni bu şəkildə yazı da belə deyək, qismən gülməli çıxır. Ona görə ki, burada bu hissədə, parçada 3 daxildir, digərində də 3 daxildir. Əgər hər ikisində 3 daxildirsə, demək 3 alır. Yəni bunu bu şəkildə ayrı yazmaq məqsədə uyğun olmaz. Yəni 3 bərabərsizliyin həllidir. Biraz öncə birinci həll üsulunda da dedik ki, yəni 3 bu bərabərsizliyi ödəyir. Ona görə də onu deyək, daxildir işarəsi ilə bu şəkildə ayırmağa ehtiyac yoxdur. Ümumi şəkildə, deməli, bu nə deməkdir? Biz belə ümumi xətt çəkə bilərik və deyərik ki, bu bərabərsizliyin həllər çoxluğu -5 və 8-dir. -5-8 aralığında şifahi olaraq biz bilirik ki, -5 daxil müsbət 7-yə qədər tam ədədlərin cəmini istəyir. Aydındır ki, -5-dən müsbət 7-yə qədər, yəni -5-dən 5-ə qədər olan cəm islah gedəcək və 5-dən yuxarı 6 və 7 qalacaq ki, bunların da cəmi 13 edəcək. Amma biz yenə də aşağıda yazmışıq. Bəli, -5, -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5-ə qədər cəmlər aydındır ki, uyğun şəkildə -5, 5, -4, 4, -3, 3, -2, 2, -1, 1 deyə islah gedəcək. Burada qalacaq 0 və yerdə qalacaq 6 plus 7. Deməli, 0 plus 6 plus 7 tam ədədlərin cəmi nə olacaq? 13 olacaq. Digər sualımıza baxaq. Yanaşı sual 10-cu sual olduğundan 10-cu sualımıza baxaq. Deməli, pi vur sinus 2x bərabərdir 2 arq tangens x plus arq kotangens x tənliyinin ən kiçik müsbət kökünü tapın. Biz bilirik xasə olaraq arq sinus x üstəgəl arq kosinus x həmişə pi bölü 2-yə bərabərdir. Və ya arq tangens x plus arq kotangens x pi bölü 2-yə bərabərdir. Dəqiqlik üçün x üçün ixtiyari bir qiymət verib də dəqiqləşdirə bilərsiniz. Məsələn, deyək ki, daha rahat rəqəm verək. Məsələn, x olsun 1. Arq tangens 1-i 45 dərəcədə alır. Arq kotangens 1-i 45 dərəcədə alır. Həqiqətən 45-lərin cəmi yenə də 90 dərəcə edəcək. Yəni, pi bölü 2 edəcək radian olaraq. Bəli, deməli, bu xassəni biz tətbiq edirik. Xassəni bilmədiyimiz halda yenə dedim, x-ə biz qiymət də verib dəqiqləşdirə bilirik ki, arq tangens x-ə arq kotangens x-in cəmi həmişə pi bölü 2-yə, yəni 90 dərəcəyə bərabərdir. O zaman biz həllimizə davam edək. Pi vurulsun sinus 2x bərabərdir. 2 vuraq, deməli bu tərs funksiyaların cəminin əvəzinə pi bölü 2 yazacağıq. Burada 2-lər ixtisar gedəcək və bərabərsizliyin hər bir üzündə, hər bir tərəfində yerləşən pi-lər də ixtisar gedəcək. İxtisar getdiyi zaman 1 qalır. 1-i sinus 2x-ə vurduqda sinus 2x edəcək. Bu hissədə 1 vur, 1 vur, 1. Yəni 1 vur, 1 böl 1 deyək. O da 1 edir. Yəni aydın çarpısı ixtisar edib 1 qalır. Yəni sinus 2x bərabərdir 1-ə. Biz bilirik ki, sinus alfa 1-ə bərabər olduğu halda xüsusi haldan istifadə olunur. Yəni 1 sərhəd qiyməti olduğundan biz bilirik ki, sinus x funksiyası, yəni sinus alfa funksiyası 1-i 90 dərəcədə alır və başqa bir tam bir periyod müddətində, tam bir dövr müddətində başqa bir qiyməti alacaq bir yer olmadığından, deməli, hər bir periyoddan 1-ə bərabər olacaq. Ümumi olaraq bu təbii ki, xassədir. Düstur şəklində də verilir ki, sinus alfa 1 olduqda alfa bərabərdir. 1-i pi bölü 2-də alır, yəni pi bölü 2 üstə gəlir 2 pi k. Bizdə də alfanın yerində 2x durduğundan, deməli 2x bərabərdir. 1-i deməli sinus 90-da alır, yəni pi bölü 2 üstə gəlir, periyod da 2 pi k-dır. Üzərində gəlirik 2 pi k-nı.
Deməli, hər tərəfi burada 2-yə böləcəyik. X bərabərdir. Deməli, 2x 2-yə böldükdə x, pi bölgünü 2-yə böldükdə pi böl 4 plus 2 pi k-nı da 2-yə böldükdə pi k qalacaq. Şərtimiz nədir? Tənliyin ən kiçik müsbət kökünü tapın deyir. Tənliyin ən kiçik müsbət kök deyirsə, k burada tam ədədlərdir bilirik. K-ya biz tam ədədlər olaraq qiymətlər verə bilərik. Sərhəd qiymət olaraq, yəni ortada yerləşən 0 qiymətindən baxaq. K-ya 0 versək, 0-ı pi-yə vurduqda 0 edəcək və üzərinə pi böl 4 gəldikdə pi böl 4 edəcək. Və pi böl 4, bəli, həqiqətən də müsbət ədəddir. Ancaq bizə deyir ki, tənliyinin ən kiçik müsbət kökünü tap. Biz hər ehtimala k-ya mənfi 1 də verək. Mənfi 1 versək, mənfi 1-i pi-yə vurduqda mənfi pi edəcək. Mənfi pi-nin də üzərinə pi böl 4 gəldikcə mənfi 3 pi böl 4 edəcək. Bu da görürük ki, mənfi ədəd elədir. Deməli, artıq k-ya mənfi 2, mənfi 3, mənfi 4 verdikdə təbii ki, mənfi ədəd edəcək. Deməli, burada k-nın 0 qiymətində ən kiçik müsbət kök olaraq pi böl 4 qiymətini alacaq. Yəni, dövrü atırıq, belə deyək, dövrə 0 desək, pi böl 4 alacaq. Deməli, burada cavab Y bəndi olur. Digər suallarımıza baxırıq. Deməli, burada 8-ci sual gəlir. 8-ci sualımız belədir. 153 ağac tiri ən çoxu neçə sırada düzmək lazımdır ki, hər üst sıradakı tirlərin sayı alt sıradakından bir tir az olsun. Aydın məsələ ki, şəkilə baxdığımız zaman çox asanlıqla görürük ki, burada tirlər ardıcıl say olaraq, yəni düzülüşdə artır. 1, 2, 3, 4, 5, 6, 7 nöqtələr bu şəkildə artır. Belə deyək də, əşyaları saymaq zaman istifadə etdiyimiz natural ədədlərdir və bu tirlər də bir əşyadır ki, biz bunları sayırıq. 1, bu sırada 2, 3, 4, 5, 6 və s. Deməli, bu natural ədədlər artıcılıqda biz bilirik ki, ədədi silsilə şərtini ödəyir. Yəni, ədəd silsilədə ədəd ardıcıllıqdır. Yəni, burada ədəd silsilənin xassəsi nədir? Yəni, hər özündən əvvəlkin çıxdıqda bir-birinə bərabər olmalıdır. Natural ədədlər ardıcıllığında da bu şərt tam şəkildə ödənilir. Deməli, biz bu misal tipinə ədədi silsiləni tətbiq edə bilərik. Və burada görürük ki, birinci hədd olaraq, yəni birinci tir, elə bir tir var, A1 1 olacaq. Sonra 2 tir yerləşir, yəni A2 2 olacaq. Deməli, A3 3 tir yerləşdiyindən 3 olacaq nöqtələr. Bu şəkildə davam edir A-nə qədər. Və burada aydındır ki, 1, 2, 3, 4, 5 bu ardıcıllıqla gedirsə, burada silsilə fərqi, yəni D 1 olacaq. Silsilə fərqi nə şəkildə tapırdıq? Özündən əvvəlcən çıxanda silsilə fərqi verməlidir. Yəni 2 çıx 1, 1 edər və yaxud 3 çıx 2, 1 edər və yaxud 4 çıx 3, 1 edər. Və burada silsilə fərqi 1-dir. Və ümumi ağacların sayı, yəni 153 ağac tiri ən çoxu neçə sırada düzmək lazımdır? Yəni, ümumi toplam say 153'dür. Yəni, bu ağaçları biz topladığımız zaman o ağaçların sayını bilirik. Yəni, ümumi toplam cəm deməkdir bu. Yəni, SN, bu ağaçların cəmi, ümumi sayı SN bərabər 153 olacaq. Biz ədədi silsilədə bilirik ki, cəm düsturu belədir. SN bərabər 2A1 plus D vurulsun N-1 bölü 2 vur N. Başqa düsturlar da var, amma bu bizim üçün daha faydalı düsturdur deyə bunu seçdik. Sistemli düsturu, yəni SN bərabər A1 plus AN bölü 2 vur N-dir. AN-in də yenə A1 plus D vurulsun N-1 deməli yazdığımız zaman təbii ki bu düstur çıxır ortaya. Və burada SN-in qiyməti var, A1 var, D var və N-i tapacağıq. Qiymətləri yerinə qoyuruq. Deməli, SN-in yerinə yazırıq 153 bərabərdir. A1-in yerinə yazırıq 1, deməli, olur belə 2 vur 1 plus D-nin yerinə yazırıq 1 vur N-1 bölü 2 vur N. Buradan 2-ni 1-ə vurduqda 2 edəcək. 1-i də mörtəziyə vurduqda, yəni N çıx 1-ə vurduqda təbii ki N çıx 1 edəcək. Böl 2 vur N bərabərdir 153. Bərabərliyin yerini dəyişib, yəni yazmaq olar. Solda sağa, sağda solda yazmamızda heç bir problem yoxdur. Aydın ki, məxrəci qarşı tərəfə vuracaq və surəti sadələşdirsək, 2 çıx 1, 1 edəcək, yəni N plus 1 qalacaq. Surətdə N plus 1 qalır və onu da N-ə vuranda
n plus 1 burada n bərabərdir 2-ni də 153'e vurduqda 306 edər. N'i mötəziyə vurbarsaq, n kvadrat plus n və 306'nı sola çekirsək, n kvadrat plus n çıx 306 bərabər 0 olur. Bu kvadrat tənlikdə Viet teoremini tətbiq etsək, elə 2 ədəd tapaq ki, köklər asili mənfi 306 eləsin və cəmi əks işarə ilə n'in əmsalını versin. Bəli, bu ədədlər 17 və mənfi 18-dir. 17-ni mənfi 18-ə vurduqda mənfi 306 edir. 17 ilə mənfi 18-i topladıqda mənfi 1 edir. Əks işarə ilə müsbət 1. Deməli, şərt ödənilir. Təbii ki, say mənfi ola bilməz. Ona görə də məsələnin şərtinə görə n bərabərdir mənfi 18 kənar kökdür. Məsələnin şərtinə görə və n bərabərdir 17 cavab olur. Deməli, burada bu ağaçlar bu ardıcıllıqla düzüldüyü zaman ən sonda 17 ağac olarsa, o ağaçların hamısının cəmi toplam 153 olacaq. Deməli, sualda da deyilir ki, hər üst sıradakı tirlərin sayı alt sıradakından bir tir az olsun şərti ilə ən çoxu neçə sırada düzmək lazımdır. Deməli, bu tirləri neçə sırada düzməliyik? 17 sırada düzmək lazımdır. Cavabımız C bəndi olur. Yanaşı sual 11-ci sual olduğundan 11-ci suala baxırıq və sualımız belədir. 5-in üstü loqaritma 4 əsasdan 5 və mötərizəsi üzərində loqaritma 25 əsasdan 16 plus 36 üzərində loqaritma 6 əsasdan kökdə 15 ifadəsinin qiymətini hesablayın. Aydındır ki, biz bilirik ki, loqaritmik funksiyada bu hissələrin hər birindən kök ala bilərik, heç bir problem yoxdur. Yəni 16-dan kök aldıqda 4 edəcək, 25-dən kök aldıqda eyni zamanda kök alırıq, 5 edəcək. Və yaxud da kök almayıb xassət şəklində də göstərə bilərik. Yəni 16-nı 4-ün kvadratı, 25-i 5-in kvadratı yazırıq və qüvvətlər bir-birinə bölünərək qarşıya çıxdığı zaman yenə də eyni nəticə alınacaq. Amma ən yaxşısı hər birindən kök ala bilərik. Buna ixtiyarımız var. Deməli, loqaritma 25-dən kök aldığımızda 5 çıxacaq, 16-dan da kök aldığımızda 4 çıxacaq. Nəticə belə olacaq. 5-in üstü loqaritma 4 əsasdan 5-in üstü, bunlardan da kök aldığımız üçün loqaritma 5-dən 4. İkinci ifadəyə baxaq. Deməli, belə bir xassisə var. A-nın üstü loqaritma C əsasdan B, A-nın üstü loqaritma C əsasdan B bərabərdir. B-nin üstü loqaritma C əsasdan A-ya. Yəni ki, 36 ilə kökdə 15 xassəyə görə yerlərini dəyişə bilər və heç bir sıxıntı yoxdur. O zaman 36 ilə kökdə 15-in yerini dəyişsək, kökdə 15-in üstü loqaritma 6 əsasdan 36 olur. Və ardını davam edək, bərabərdir. Burada qüvvətin qüvvəti bir-birinə vurulur təbii. Yəni olur belə, loqaritma 4 əsasdan 5 vurulsun, loqaritma 5 əsasdan 4. Yenə də bu xassədir, loqaritma A əsasdan B vurulsun, loqaritma B əsasdan C vurulsun, loqaritma C əsasdan D. Bu şəkildə davam edərsə, onlar uyğun şəkildə, belə deyək, bilavasitə ixtisar gedir kimi görünür. Və burada da 4-dən 4, 5-dən 5 gedər və 1 qalır. Əslində bu niyə belə olur? Açıqlama da verə bilərik. Loqaritma 5 əsasdan 4-ü 1 bölək yazsaq, olacaq belə. 1 bölək, loqaritma 4 əsasdan 5 vurulsun, 1 bölək, loqaritma 4 əsasdan 5. Aydın ki, loqaritma 4 əsasdan 5 vurulsun, 1 bölək, loqaritma 4 əsasdan 5 də ixtisar gedir, 1 qalır. Bu şəkildə də baxa bilərik. Amma xassi olaraq baxırıq. Deməli, 4-dən 4, 5-dən 5 belə deyək, qismən gedir deyirik və burada 1 qalır. Deməli, 5-in üstü 1 qalır. Üstəgəl, burada 36 aydındır ki, 6-nın kvadrat deməkdir və 2 qüvvət olaraq loqaritmik funksiyanın qarşı tərəfinə düşəcək və 6-dan 6, loqaritma bilirik ki, A-dan A 1-dir. Yəni 6-dan 6 1 verəcək, 1-i də 2-yə vurduqda 2 edəcək və qalacaq kökdə 15-in üzərində 2. Deməli, 5-in üzərində 1, 5 deməkdir. Kökdə 15-in kvadratı da bilirik ki, 15 deməkdir. Və burada 5 ilə 15-in cəmi 20 edəcək. Yəni burada cavab A bəndi olur. Digər sualımıza baxırıq. Və 9-cu sualımız gəlir. Sualımız belədir. Y bərabərdir. Kök altında 1 çıx 4x çıx x kvadratı funksiyasının qiymətlər çoxluğunu tapın. Yenə də xassiyə diqqət eləməmiz lazımdır. Biz bunu geniş şəkildə izah da verə bilərdik. Sadəcə yer məhdudiyyəti olduğu üçün həllərdən birini göstərdik. Müxtəlif həll şəkillərində həll etmək olar, yəni müxtəlif formada həllər göstərmək olar. Və bu həllərdən biz birini göstərdik və xassiyə müraciət etdik. Xassiyə belədir. Qeydə baxırıq. Əgər x kvadratın əmsalı, yəni a sıfırdan böyük varsa, onun qiymətlər olması kvadrat funksiya kökaltı ifadədə
kök altı ifadənin altında kvadrat funksiya varsa, a sıfırdan böyük olduğu zaman 10 qiymətlər olmazdı. Kök altında y0 müsbət sonsuzluqdur. Yəni, bu kvadrat funksiyanın parabolasının təpə nöqtəsinin ordinantının kök altı ifadəsi və müsbət sonsuzluq. Əgər a sıfırdan kiçik olarsa, qiymətlər olmazsa 0 kökdə y0 olur. Əgər kök olmasaydı, normal kvadrat funksiya üçün a sıfırdan kiçik olanda mənfi sonsuzluq y0 olurdu. Hətta kök olmadığı üçün kökdə y0 yox, y0 olurdu. Mənfi ədədlərdə kök altı ifadə bilirik ki, ala bilməz. Kök altı ifadədə y-ə bərabər olduğundan, deməli, mənfi ədədlər alınır. Yalnız 0 və müsbət qiymətlər ala bilər. Müsbət qiymətlərdə maksimum parabolanın, yəni ordinat təpə nöqtəsinə qədər qiymət ala biləcək. Yəni 0 kökdə y0 olar. Və bizim misal tipimizə baxsaq, görürük ki, həqiqətən də x kvadratının əmsalı mənfidir. Yəni a sıfırdan kiçikdir. Ona görə də biz onun qarşısına müsbət qoyduq. Yəni biz bu xassəni tətbiq etməliyik. A sıfırdan kiçik olduğundan onun qiymətlər olması 0, kökdə y0 olmalıdır. Deməli biz y0'ı tapmalıyıq. Biz də bilirik ki, kvadrat funksiyada y0, yəni onun təpə nöqtəsinin ordinantını tapmaq üçün ordinantını bəzən n ilə işarə edirlər. Ordinantı tapmaq üçün ordinantın qiyməti bərabərdir, yəni y0 bərabərdir. Mənfi d böl 4a-dır. D də bilirik ki, b kvadrat çıx 4ac-dir. B kvadrat çıx 4ac böl 4a. Qiymətləri yerinə yazsaq, b-nin qiyməti bilirik ki, mənfi 4-dür. Onda olur belə qarşıda mənfi və b-nin qiyməti mənfi 4 olduğundan mənfi 4-ün kvadratı çıx 4 vuraq a. A bizdə x kvadratın əmsalıdır. X kvadratın əmsalı mənfi 1 olduğundan 4 vur, mənfi 1 vur, set. S də görürük ki, sərbəsətdir, yəni 1-dir. Vur 1 bölünsün. 4 vuraq a. Yəni deyirik, a x kvadratın əmsalı deməkdir. Yəni 4 vur, mənfi 1. Diqqət etsək, qarşıdakı mənfi ilə məxrəcdə yerləşən mənfi bir-birinə vurulduğu zaman müsbət edir. Ona görə də məxrəcdə müsbət 4 yazılır. Yuxarıda mənfi 4-ün kvadratı müsbət 16 edir. Və burada mənfi 4-ü mənfi 1-ə vurduqda müsbət 4 edir. Onu da müsbət 1-ə vurduqda müsbət 4 edəcək. Və mənfini mənfi vuranda müsbət edir. 4 vur, 1 vur, 1 də 4 edəcək. Onda belə olur. 16 plus 4 böl 4. Aydın ki, 16-nın üzərinə 4 gələndə 20 edəcək. 20-ni də 4-ə böldükdə 5 edəcək. Deməli, bizim y0 5-ə bərabərdir. Əgər y0 5-dirsə və görürük ki, a 0-dan kiçikdir, deməli, ikinci şərt ödənməlidir. Biz o şərti təzədən yazdıq. A 0-dan kiçik olanda onun qiymətləri olması 0 kökdə y0 olur və y0-ın da qiyməti 5 olduğundan cavab 0 kökdə 5 olacaq. Digər həll üsulları ola bilər. Mən onlara şifahi şəkildə məlumat verəcəm təbii. Belə ola bilər. Biz təpə nöqtənin apsisini tapa bilərik və apsisin qiymətini gətirib yerinə qoyub ordinantın qiymətini, təpə nöqtənin ordinantın qiymətini tapa bilərik. Təpə nöqtənin apsisinin qiymətini tapmaq qismən asan olduğu üçün deyirəm. Deməli, apsisin qiyməti x0 bərabərdir. Mənfi b bölü 2a düsturu ilə x0-ı tapıb, gətirib x-in yerinə o qiyməti qoyub y0-ı tapa bilərsiniz. Digər tərəfdən isə biz ümumiyyətlə bu şəkildə yox, başqa formada da yanaşa bilərik. O qayda belədir. Biz əvvəlki mövzularda keçmişdik, tam cəbir ifadə, çoxəlli vurğulanması mövzularında ifadənin ən kiçik, ən böyük qiymətini tap. Burada da ifadənin ən böyük, ən kiçik qiymətini tap psixologiyası məqsədə uyğundur. Yəni, funksiyanın qiymətlər çoxluğundan söhbət gedirsə, yəni y-in ala biləcəyi aralıqdan söhbət gedir. Təbii ki, y-in də ala biləcəyi qiymətlər minimum, maksimum, konkret sərhəd qiymət var. Ona görə də biz burada o sistemi tətbiq edə bilərik. Yəni, bunu müxtəsar mod düsturuna gətirməliyik. Müxtəsar mod düsturuna gətirmək üçün qarşıya mənfi verərik. Mənfi verdiyimiz zaman alınacaq x kvadrat plus 4x minus 1. Onu da düstura gətirmək üçün x kvadrat çıx 4x plus 4 minus 5 olacaq. Deməli, x kvadratı plus 4x plus 4 minus 5. O da verəcək x, deməli, plus 2-nin mörtəzə kvadrat çıx 5. Qarşıda da mənfi var idi, olur belə. 5 çıx x plus 2-nin mörtəzə kvadratı. Yəni deyirəm, şifahi deyirəm. 5 çıx x plus 2-nin mörtəzə kvadratı. Burada deməli, x biz maksimum qiyməti almaq üçün, ən böyük qiyməti almaq üçün x plus 2-nin mörtəzə kvadratı, yəni kvadrat olduğundan ən kiçik qiymət kvadrat olaraq ən kiçik qiymət bilirik ki, 0-dır. Deməli, 5 çıx x plus 2-nin kvadratıdırsa, x plus 2-nin kvadratına 0 desək, 5 çıx 0 olur. Aydın ki, bu məsələ, bu prosedur, hal-hazırda dediyimiz söhbət kökün altında gedir. Ona görə də deməli, kök altında belə olur. 5 çıx 0, yəni 5 qalır. Kökdə 5 qalır. Biz bilirik ki, y
y-in aldığı qiymət köçaltı ifadədir. Köçaltı ifadədə minimum qiymət dərəcə cüt olduğundan ən az 0 ala bilər, mənfi ala bilməz. Demək, onda cavab belə olur. 0,5. O şəkildə də baxa bilərik və fərqli üsullarla baxa bilərik. Ən azından biz burada yazılı şəkildə bir həll verdik. Şifahi şəkildə də bir neçə həll üsulları dedik. Digər sualımıza baxırıq. Yanaşı sual sağ tərəfdə. 12-ci sualdır. Onluq loqaritma. Biz bilirik ki, loqaritma A əsasdan B var. Əgər əsasda 10 olarsa, o artıq onluq loqaritma adlanır və ortada O hərfi olmur. Yəni, LQ yazılır. Bir də var natural loqaritma. Natural loqaritma o deməkdir ki, əsas Y olarsa, əsası Y olarsa, o natural loqaritma olur. Belə deyək, loqaritma Y əsasdan, məsələn, Y əsasdan N bərabərdir. Ln N-ə deyək və ya loqaritma Y əsasdan A bərabərdir. O birbaşa belə yazılır. Ln A. Yəni, artıq əsasda Y yazılmır. Y-nin əvəzinə Ln yazılır. Və yaxud əsasda 10 varsa 10 yazılmır. Onun loqaritma 10 əsasdan yazılmır. Yazılır LQ. Yalnız LC şəklində yazılır. Onda biz bu misal tipimizə diqqət edirik. Tənliyini həll edin. Deməli, LC yazılıbsa bu onluq loqaritmadır. Onluq loqaritma natural loqaritma y'nin üstü 10 vurulsun, onluq loqaritma x plus 1 bərabər 1 tənliyini həll edin deyir. Biz ilk öncə bilməliyik ki, loqaritmik funksiyada A əsasdan B varsa, B hissədə məchul var, yəni dəyişən var, x var. Ona görə biz bu hissənin böyükdür 0 şərtini diqqətimizdə saxlamalıyıq. Aldığımız kökləri bu şərti ödəməlidir. İndi isə tənliyimizi həll edək. Biz bilirik ki, loqaritmik funksiyada, məsələn deyək, mən onu əslində qrafda qeyd etsəydim daha gözəl olardı. Məsələn, loqaritma A əsasdan x bərabərdir n-dirsə, məsələn deyək, loqaritma A əsasdan x bərabərdir n-dirsə, onda x bərabər olur A-nın üstü n. Yəni, aşağıdakı əsasın üstü bərabərliyin qarşı tərəfində sağ tərəfdə yerləşəndə onun qüvvətində yazılır. İndi burada biz diqqət edək, bu deməli, onluq loqaritma, deməli, bunun əsası 10-dur, görünmür, 10 yazılmır daha doğrusu. Onda loqaritma 10 əsasdan bu ifadə bərabərdir 1-dirsə, deməli, bu yuxarıdakı ifadə B deməkdir ümumi olaraq, yəni loqaritma əsasdan B psixologiyasına baxsaq, bu B hissədir deyək. Deməli, bu B hissə bərabərdir A-nın üstü n, yəni bunun da A-nın yerində, A əsasının yerində 10 durduğundan və n-in də yerində 1 durduğundan onun üstü 1. Diqqət edək. Deməli, yuxarı hissəni olduğu kimi yazmışıq. Natural loqaritma y'nin üstü 10 vurulsun, onluq loqaritma x plus 1 bərabərdir. Onun üstü 1. Onun üstü 1 də biz bilirik ki, 10 edir. Yenə eyni şəkildə tətbiq edirik. İndi isə natural loqaritmaya əsasən bunu tətbiq edəcəyik. Biraz öncə məlumat vermişik, natural loqaritmanın əsası y olur və y olanda ln şəklində yazılır. Və bunun əsasında y var, sadəcə yazılmır. Yenə də yuxarı hissə olduğu kimi yazacağıq. Yəni, bu onun B hissəsi deyək, ümumi formül olaraq. Bu hissə bərabərdir. Y-nin üstü bu ifadə. Bu da onun üstü 1, bilir ki, 10'dur. Deməli, y üstü 10, y üstü 10 vur. Onluq loqaritma x plus 1. Bax, yazmışıq. Y üstü 10 vur. Onluq loqaritma x plus 1 bərabərdir. Bunun əsasında y var, yazılmır. Y-nin üstü 10. Y-nin üstü 10. Deməli, burada y üstü 10'lar x-a gedəcək, qalacaq 1. Yenə də eyni şəkildə tətbiq edəcək. Deməli, bu hissə bərabərdir. Yox, burada yekunu yazmışıq təzədən. Onluq loqaritma, deməli, bu y üstü 10'lar x-a getdi, qaldı 1. Təmiz görünsün deyə bu şəkildə yazmışıq. Onluq loqaritma x plus 1 bərabərdir 1. Yenə deyirəm, bu onluq loqaritma olduğundan bunun əsası 10'dur, yazılmır. Yenə də yuxarı hissə bərabərdir. Yuxarı hissə, yəni x plus 1 bərabərdir. Bunun əsası 10 olduğundan onun üstü 1. Onun üstü 1. Onun üstü 1 də bilirik ki 10 edir və 1 də sağ tərəfə keçsə x bərabər olar 10 çıx 1, x də bərabərdir 9'a. Digər tərəfdən biz belə deyək, qiymətləri yerinə qoyub da yoxlaya bilərik. Hansı ödəsə o cavab olacaq. Məsələn, 9'u qoyub yoxlaya bilərik. 9'u qoysaq 9 plus 1 10 edər. Onluq loqaritma 10 biz bilirik ki 1'dir. Yəni, loqaritma A əsasdan A 1'dir. Bu xassədir bilməliyik. Yəni, burada x-in yerine 9 qoyanda 10 eləyir. Loqaritma 10 əsasdan 1'dir. 1'i y üstü 10'a vuranda y üstü 10 edir. Bu da ln y üstü 10 da elə 10 deməkdir. Onluq loqaritma 10 da 1 deməkdir. Deməli, həqiqətən də 9 burada cavabdır. Və 9 qiyməti bu şərti ödəyir. 9'un üzərində 1 cəhəndə 10 eləyir və 0'dan böyük olduğu görünür.
İzahımız bu qədər. Hörmətli izləyicilər, sizlərdən xahişim kanalımıza abunə olaraq sizlərin dəstək olmasıdır. Təşəkkür edirəm. İnşallah ardını sabahların bu şəkildə izah veriləcək. Və bu izahın ardınca inşallah ikinci qrupların model suallarının izahı veriləcək və 6-cı gün bildiyim qədər olimpiyada olacaq ki, oranın riyaziyyat deyək, sualları əldə edə bilsəm, olimpiyada suallarının izahlarını verməyə çalışacağım. Sağ olun, təşəkkür edirəm. Abunə olmağı unutmayın. Sağ olun.